15-21 dekabr aralığı həftənin ən şanslı bürcləri kimlərdir? 15-21 dekabr aralığında enerjisi ən güclü, şansı ən açıq olan bürclər bunlardır. 1. Ox atan. Bu həftə ulduzların ən böyük dəstəyi məhz ox atana keçir. Yeni planlar, qəfil fürsətlər, xüsusilə də iş və maliyyə sahəsində yüksəliş görünür. Şans qapıları ard-arda açılır. 2. Oğlaq. Həftənin ortasından etibarən uğur axını başlayır. Layihələr, danışıqlar, pul gözləntiləri müsbət nəticələrə bilər. Səylərin bəhrəsi görünür. 3. Şir. Şir üçün çox aktiv və uğurlu bir həftədir. Xüsusilə pul məsələlərində sürətli irəliləyiş, bonus, əlavə gəlir və ya gözlənilməz maddi dəstək ola bilər. Əqrəb. Çətin işlər belə asanlaşır. Dalana dirənmiş məsələlər açılır. Şəxsi həyat və münasibətlərdə də şanslı təsadüflər var. Tərəzi. Bu həftə tərəzilər üçün yüngüllük, rahatlıq və bəxt axını dövrüdür. Xəbər, təklif, görüş və ya kiçik şanslar üst-üstə düşə bilər.